bekliyorum ne demektir? Niye oturum gözlüyüm? Elə bir evde oturmuşam gözlüyüm kimse mənə 2 dənə çörək alıb gətirsin. Nöşün. Fəaliyyətiniz Azərbaycan yoxsa Türkiyədə olacaq? Hər iki tərəfdə. Eyni O istiqamətdə siz de Türkiye'de yaşadığına göre bugün konserte qonaqda səhər inşallah sağ-salamat uçurlar. Ama gelir orada demişəm bir ay sonra dön çünkü mənə yazdığım mahnılar var, elə Zülfiyyə xanımı dedim, sonra başka ulduzlarımız da var, bir. Hamıya qəşəng öz mahnılarını təqdim edəcək. Allah gözlüm, aşkım, məklimin, atası, nəfəsim. Türkiyəli müğənnilərdən kimlərdən çəkə bilərik ki, hansı ki onlarla işbirliyi edirsiniz? Ya da edəcəksiniz? Ya da etmişsiniz. Sürpriz kalsın. Elə istəyirsiniz, evet. Çıktığı zaman hətta var artıq. değil mi? Niye Soner Sarıkabadayla olalım bu? Haber, siz böyle gördünüz, böyle olsaydı ben de ölmüş size. 2 dənə gəlməyə soruşamazdınız məndən. Böyle evde de böyle bir dənə sözü ondan çəkənə qədər ürəyim gedir dayı. Ən azı bir neçə sürpriz ismi açıqlasaydınız yaxşı olardı. Yani şu an açıklayamadım yani. Berhan, bir tane soru vermek isterim. Dediniz ki zaman içine gitmeye lazım. Her zaman da aktual olmak, her zaman da gündemde Bəli. olmak adınızla Bu çok hayatı hem sevmək lazımdır, hem dövmək lazımdır. Belki böyle döyə gideceksin. Va belə, no, mən gəlirəm. Bəs salam. uğurlar size. Teşekkür ederim. Sizin yolunuzu getdi. Ama Ayxan bəydən xəbər yoxdur. İsmail onsuz da bunu qeyd etmişəm, yenə də qeyd etdim. Türkiye'de ikisi de ayrı üniversitesini bitiriblər. Birinin fakültesi başladı. İsmail de ama incəsənətdir. Radyo, televizya, aranjmançı və s. bunlarda imkan ve çok da güzel bəstəkar şair var. Sadece olarak Türkçe edir. Biz, bax mənim mahnımı belə Azərbaycan dilinə çevirmişik, hamısını çevirmişik yani. Ayxan isə elə mənim konsertimin kimki dəstəkçisidir. Kəpəs Mustafa işləyir. O başka sahədir. O biraz belə o bizim sahənin adamıdır. Vallahi. Yüreğim ağrır o kimlə evlənmişəm. Berhan, sonuncu suallara vurgulamak isterim ki bu sarayın bir başka bir əzəməti var. Belki de saysız Həyəcanı hesabı. var, qorxusu var, əzəməti var. Bu saray özü deyir ki, səni döyərəm. Nəsə belə pis oxuyarsan, söz yadından çıxar, səni döyərəm. Bax belə. Arzunuz hər hansı bir layihə qalmı? Yəni arzunuzda fərqli bir Mən layihələr bu qalmı? dünyada ən gözəl layihələr etmişəm və belə düşünürəm ki, Allahın mənə bəxş etdiyi ən gözəl layihə də oğlumdur. Maşallah. İşte bundan sonra gözləyək ona mənə nə göstərəcəyini. Mən də hər şey göstərmişəm. İndi görək o bizə nə göstərəcək inşallah. Dostlar, gəlin Rəhmanın çox yormayaq səhnəyə çıxacaq. Ona görə də olaraq və Valla orada dostlar var, orada stüdyosu var İsmail'in de, orada bir hayatı var, birçok ulduzlar aranjman edip, bu özü bilər. Qoy özü özünü satsın. Ben özümü satıram. Vasayət. Hadi çocuklar.